Ciyərxana rubrikasına davam. Aleyküm salam, aydın. Deməli uşaqlar, bokslar icarəyə verilir, istəsəz. Bax buradadır. Ağbaba mərasim evinin arxasında. Amma ciyərxana yox, can ciyər rubrikası. Okey. Mən baxmıram ona görə. Faik kafesinə gəlmisiniz. Yəqin ki bizim Baradatı fanlarımız bilir ki biz burada artıq bir dəfə olmuşuq. Əfsanəvi yerdir, yeri gəlmişkən. Bu yerin atmosferi buradan məhz burada belə görsənməlidir. Doğrudur. Operator indi Kruqova getsə, hər şey burada siz başa düşəcəksiniz ki, məsələ nədir? Yaxşı dumanlı havadır, əsl içki havasıdır. Şimdi gedək içəri. Etdi qardaş. Artıq birinci yeməyimiz gəldi. Bura gələ-gələ zəng elədi, dedi nə istəyirik. Bu dananın can ətidir. Közdə pişir, kartoşka adzelini pişir. Badımcanla pomidor birlikdə pişirilir. Bura biz artıq mərmilər qoymuşuq, minalar var. Onlar araqla zakuskaya gedəcək. Onlar indi öz canına yağı çəkirlər. Xoş gəlmişik. Salamlar. Bir dənə göstəreyim bunun yumuşaqlığını. Bunun yumuşaqlığını. Deməli, yumuşaq da ət. Dadlıdır. Real olaraq. Əsas budur. Çox odur. Bu yemək damaşni görsənsə də çox dadlıdır. Bu kusoku özünüz bilirsiniz. Bu kusok dana bastırması da ola bilərdi. Lakin olmadı, gəldi bizim tavamıza. Yəni ki, həmin kəsilişdə olan ətdir. Can əti deyil, biz aydınla da müzakirə elədik, bel ətidir. Bu bel ətidir. Amma ki, bel əti olsa daha yaxşıdır. Çünki can ətinin dadı biraz başqa olur, biraz yumuşaq olur, dadı biraz başqa olur. Bel əti görürsünüz, yağla da gəlir. Dana bastırmasının ədviyyatları üstündədir. Elə də veriblər onu. Ruslar demişkən, birinci ilə ikincinin arasında fasilə böyükdür. Rus dilində bu Fərqli rifması da var, qafiyəsi də var. Odur ki, davam eləyək. olur ki, öpürük. Əlbəttə, sən birincisini içmədin öyle. Zay yox, ötəsən. Birinci yeməyin yekun rəyi. Aydın, sən... Ondan 800%. Duzluluğu var idi. Yəqin bir balıca qoca idi. Danamız, ancaq yox. İngilizcə demişkən overall 8. Mən də hardasa bir 8 qoyardım. Pomidordur, bu dana ətidir, bu kartoşkadır, belə tavada gələndə yağ, çörəklə belə oynayırsan, edirsən. Məncə bu super bir starterdir məclisə. Ona görə mən də hətta 9 da verərdim. Ümumiyyətlə qəşəng yeməkdir. Mən indi bal zad vermək istəmirəm. Əsas odur ki, əti bişirməyə necə ki məharət tələb edir. İnandırım sizə, restoranda kartoşkanı bişirməyə ona da yaxşı qabiliyyət, bacarıq lazımdır. 1000 dəfə deyirəm restoranlarda ki, ev sayağı kartoşka elə. Bunlar üçün ev sayağı kartoşka eləmək, ev sayağı doğramaqdır. Yoxsa Gördüyünüz kimi, yəni kraskasını artıq yiyib, başlamışıq. Kartoflar görüb burada. Dəmirdən yiyir. Kimlərsə kraskanı yiyib, bədənlərini kanserogenlə doldurub özlərinə qurban verdilər ki, bu tava belə dadlı yeməklər pişirirsin. Bu tavalar ağızlar görüb. Belə demək olur. Qaşıq bəs? Qaşıqlı görüb. Bəs unitaz? Yaxşı. Oldu. Odur ki, xoş idi. Başqa yemək də gəlir. Nə deyək, qandırım bəsən. İnanmıram. Nuşkanın belidir. Fərə özdə iminli biz veririk Fərənin belidir hissəsini. Zabil qardaş bizi hardasa ən azından 15 il tanıyır. Ən az, bəli. Tələbə vaxtımızdan biz bura Bəli, doğru. 2007-dən 2080 hətta deyərdim. Birinci çəkilişimiz Zabil. 2018-ci ildə. 2018-də olanda sən gəldin o biri otaqda bizi Rabinlə qonaq elədin. Zabil 2018-ci ildə hələ də bilmirdi ki 3 ildən sonra, 5 ildən sonra
öz doğma diyarına nəhayət ki, ayaq basıb oranın havasını, oranın suyunu içə bilər. Zabil, biz hamımız Azərbaycanlı olsaq belə, amma indi yaxşı söhbət deyir, amma bölsək bölgü, torpaq bölgüsə, zonalara bölsək, mən özümdən çox sənə görə sevinirəm ki, sən keçən dəfə biz burada oturanda sən bizə dedin ki, bu o torpaqdan gələn baldır, pay elədin, bu o torpaqdan gələn bir başqa nemətdir. Mən çox sevinirəm ki, sən və sən kimi milyonlarla adamlar nəhayət ki, bu sevinci hiss eləyə bilər. Doğma torpağına qovuşub. Çox sağ ol ki, sən həmişə bizi burada belə qonaqpərvərlik eləyirsən. Restoran olmasına baxmayaraq, məhz sənə görə bu obyektin elə bir xüsusi bir aurası var, xüsusi bir canı var. Çox sağ ol, Allah sənə can sağ Təşəkkür, minnətdaram, çox sağ olun. Görsən, Zabil 5 dəqiqəlik harası çəkir. Deməli, imkan dayandı. Orada ocağım çıxır. Zabil, harada qaldın? Zabil sən sağ ol. Xoş oldu. Gün o gün olsun ki, bu süfrəni sizə orada istisusda, öz torpağımda, öz doğulduğum, boya başa çatdığım, o mənim həsrət qaldığım uşaqlıq illərim, xatirələrimi bölüşə bilmədiyim, paylaşa bilmədiyim torpağımda qalan arzularımı, ümidlərimi orada doğruldum və sizin kimi qardaşlara bu süfrəni orada inşallah sizə göstərəm. Minnətdarım, sağ olun. Yanında da içalatı gəlib. Ələkbər çalışır, aristokratlığını görsətsin, vilqa ilə yesin onu. Mən bir dənə içalatdan başlayayım. Ciyər. Çox nə? bir balaca duzludur. Duzlu olmalıdır, çünki bunu çikə balacadır deyə manqala qoyanda dobro duz vurub qoyur. Ona görə biz bunu qəbul eləməliyik. Qiymətini də bilmirik. Biləcək də axırın. Amma düz deyir də. Zabil düz deyir. İnci, o boyda incişkanı broiler toyuq yumuşaqlığı ilə bizə təqdim edir. Mən ən sevdiyim badələrdən biridir. Həmişə demək olar ki, hər il, hər çəkilişdə bunu deyirəm. Hər məclisdə. Vəzifədən asılı olmayaraq, biz indi Zabildən danışdıq. Kimsə deyir ki, restoranda servis işində işləmək iş deyil. Kimsə deyir ki, başqa işdir, gələk mən yaxşı yerdə işləyim. Yerlərin yaxşısı, pisi olmur. Hər şey istəkdən asılıdır, hər şey işçinin özündən asılıdır. Və mən sizə deyirəm ki, bəlkə də ən bahalı restoranda işləyən bir adamla çox qazanır və daxilən daha xoşbəxtdir və işinə sevgi ilə yanaşır. Ona görə, onun işinə yanaşmasına görə də onun işlədiyi obyektin ətrafına həmişə cəmaat yığışır. İşinin professionalı olsan, sən yaxşı qazanacaqsan, sən böyük rəğbət qazanacaqsan və professional olacaqsan. Əsas odur ki, sən işini sevəsən və işinin professionalı olasan. Zabil fakt olaraq bugün görürük ki, işin peşəkarıdır, bəli. Peşəkar kadrların sağlığına həmişə onlar necə deyim, motivasiyasını itirməsinlər. Dana bastırması gəldi, 2 kusok gəldi, ona görə onu bölüşdürdüm. Dana bastırması desəydim ki, belə soçnida dağılandı, yox. Biraz bıçaqla bərk hiss olundu. Amma ola bilər ki, bıçaq da biraz tupoydu. İndi başı var oxum. Ağılsız deyirsən. İndi Ələkbər onu biraz məşhur dişləri ilə dişləyib, deyər yumuşaq ya qeyri-yumuşaqdır. Okey, Ələkbər? Və yaxud da sadəcə qeyridir. Qeyridir. Artılır. Mən heç tərəfləyə bilmərəm. Dadı yaxşıdır, əlbəttə ki, amma çox bərkdir. Çox bərkdir, yəni belə... Biz arada yemişdik, çox süper idi. Dana bastırması. İsmətli səmmətlər. İsmət oradan çox yumuşaq idi. Bu da dadlıdır, amma oradan biraz sərtdir. Çeynəməyə xoşlayıram, o bu güclə. steykləri, zatları deyirəm, amma... Nə oldu? Bu da ağzı yoran yeməkdir, amma dadlıdır. Çənə yoranda, belə deyim. Bu quzunun ciyəridir. Üstündəki də quzunun nəzi iç yağıdır, iç pərdəsi deyirlər.
O pərdə ilə bunu bükürsən, nərdin bükürsən, zəif küldə qoyursan, zəif küldə. Çünki iti közdə bu yanır, soku da gedir. Qoyursan zəif yerə 20-25 dəqiqə aralığında qəşəng küldə qalandan sonra 10-15 dəqiqə o iz bu iz. Ondan sonra bir də 50 qramla başqa restoranlar resepti zadı. bilirsiniz də qardaş. Mənim qardaşlarım buradasa mən pulunu açıqlama verə bilərəm ona. Mən sizə həmişə demişəm, indi deyirəm ki, siz burada müştəri deyilsiniz qardaş. Nəyə görə? Çünki bizim aramızda birinci tanışlıq başqa cür oldu, biz başqa cür tanış olduq. Sonra sizin o gözəl şərhləriniz, sizin o gözəl kommentariyalarınız, sonra Zabiri kimlərini axtarmağı. Zabir doğrudan mənim səs sorağım getdi, havalara çıxdı. Məni kimlər axtardı? Ondan sonra mən siz qardaşlara təşəkkürümü bildirdim ki, belə bir gözəl münasibət qurmuşam, həqiqətən var olun. Bunun səfa, başda sən olmaqla kollektivin sağlığına. Çox. Sizin dəyərli, gözəl, yadda qalan, potensialı yüksək olan dostlarımız var. Hər birinə də ayrı-ayrılıqda bunun dostlarının ətrafına böyük hörmətim var. Həmişə, hər zaman. Ola bilər burada indi gələcəkdə Kəlbəcərdə istisusda deyənmərəm. İnşallah Allahın qismətidir. Mənim sizə olan məhəbbətim heç vaxt tükənməyəcək. Var olun, minnətdaram. Hər zaman belə gözəl süfrə arxasında, belə gözəl qardaşlarla, dostlarla öz sevgimizi, məhəbbətimizi bilək. Sağ olun. Öpürəm sizləri, var olun. Səfa, xoşuna gəldi? Obşu xoşuma gəldi həmişə kimi. İkinci kadrdır. Bastırmanın çıxmaq şərti ilə çox əla idi. Bastır. Bastırmanı qurutdu. Bastırma idi. Amma xoş oldu. Yaxşı oldu. Gözəl oturduq. Gəlin, bura məsləhətli yerdir. Sən də dəfələrlə burada olmuş kimi Mən burada birinci dəfəyəm. Olmadı ki. Mən burada birinci dəfəyəm. Burada başqa Bəli. yeməklər də var, çox maraqlı yeməklər də var. 18 plus yeməklər. Hamısını dada bilmirik bugün, Bəli. təbii ki. Amma gəlin yəni ki, bu obyektdə sizi maraqlandıracaq və heç vaxt bəlkə də yemədiyiniz yeməkləri görəcəksiniz. Yəni ki, Sırf deyək, yəni çox orijinal bir fikirləri var bunların, görürsünüz. bu obyekt də rahat bir yerdə yerləşir deyə, yəni yolun qırağındadır. El arasında Dvatsatı deyilən bir zona var ərazi. Amma 20-ci sahədir. Aspetroldakı svetofordan, birinci svetofordan sonra sağa. Amma mən bildiyim kimi burada kimdən soruşsan Faiz. Hamı tanıyacaq. Hamı tanıyacaq. Burada deyəndə ki, bulvar Dəniz Moldan hamı buranı tanıyır. Yəni ki, buranın Cəmaət uca dəniz mola gedib bura axvatı gəlir. O yaxşıdır. qədər məşhurdur. Və bundan sonra da bu videonun altına da kommentlər yazın. Biz yəni görürük də, siz yazırsınız Laçın kafesi, Şəki kafesi, nə bilim mikrorayonda filan kafe, hamısını qeyd eləyirik. Bir-bir gedəcəyik inşallah. Odur ki, həmişə Sakrasheniya haqqında dedin ki, drinking teamdə Sakrasheniya gələcək, bəzi üzvləri şeydir. Səfə nəsə sakraşit eləmək istəyir bir-iki nəfər. Siz görmürsünüz də bəzi adamları burada. Bam bam bam.